Salam, bugünkü dərsimiz söz yaradıcılığı bölməsinə daxil olan eyni köklü sözlərdir. Eyni köklü sözləri müəyyənləşdirmək çətin deyil. Sadəcə olaraq diqqətli olmalısınız və mənanı, məntiqi tutmalısınız. Baxın, adından da göründüyü kimi biz eyni köklü sözləri axtarırıq. Yəni kökləri eyni olsun. Bizə lazım olan hissə onların köküdür. Eyni köklü sözlər düzəltmə olur. Sadə və mürəkkəb ola bilməzdir. Mürəkkəb ola bilməzlər. Bunu yadda saxlayın. Yəni eyni köklü söz axtaranda sadə və mürəkkəb sözlərə baxmayın. Sözün kökü eyni mənanı bildirməlidir. Məsələn, buraya yazıram gülçü. Burada yazıram gülümsəmək. Gəlin bunları müəyyənləşdirək. Kökü gül feilidir. Gül feilindən gülümsənmək feili yarandı. Feildən feil yarandı. Kökü gül ismidir. Gül ismidir. Gül ismindən gülçü ismi yarandı. İsimdən isim yarandı. Burada deməli gül çiçək mənasındadır. Burada isə feildir. Hərəkət bilir. Yəni gülmək mənasındadır. Gördüyünüz kimi mənaları fərqlidir. Biri çiçəyi nəzərə tutur, birisi gülməyi nəzərə tutur. Eyni məna bildirmədiyinə görə eyni köklü söz götürməyəcəyik. Ondan sonra sözün kökü leksik və qrammatik mənaya malik olmalı. Yəni əsas nitq hissəsi olmalıdır deyir. Bilirsiniz ki, köməkçi sözlərin nitq hissələrinin daha çox qrammatik mənası olur. Sözün nədən yaranmasının və ya düzəlməsinin heç bir əhəmiyyəti yoxdur. Əsl odur ki, kökləri eyni mənanı bildirsin. Yəni, burada qısa və konkret kökə əsasən hərəkət etmiş olursunuz. Gəlin bir dənə nümunə yazaq. Məsələn, buraya yazaq ki, döyüşçü. Döyüşçü sözünü yazaq. Döyüşçü. Burada yazaq ki, döydürmək. Döydürmək. Burada bu sözü yazaq. Yəni, gəlin bunu müəyyənləşdirək. Baxın, buradakı çü şəkilsi əsasən bildim ki, deməli, burada mənim sözüm yaranıb isimdən, döyüş ismindən döyüşçü ismi yaranıb. Sözün nədən yaranması müəyyən eləmək üçün sonuncu leksik şəkil üçün üstündən xətt çəkmək lazımdır. Çüdəki adlardan isim yaradan şəkilçidir. Bunu əsasən deyirəm ki, döyüş ismindən yaranıb. Amma mənə onun nədən yaranması lazım deyil axı. Mənə lazımdır ki, eyni köklüdür ya yox, onu müəyyənləşdirmək lazımdır. Ona görə də mən burada gəlirəm, çünün üstünə xətt çəkmirəm. Birbaşa nəyə baxacam mən burada? Birbaşa baxacağım məqam sözün köküdür, döymək feilidir. Döyməkdən döyüş ismi yaranıb. Görürsünüzmü? Feildən isim yaranıb. Mənə lazımdır onun kökü. Sonra döyməkdən döydürmək yaranıb. Burada da mənalar eynidir. İkisindən də döymək nəzərdə tutulur. Ona görə də bunu əsasən deyirəm ki, hər ikisində məna qorunduğuna görə, kök eyni olduğuna görə feili də döyməyi nəzərdə tutur. Deyirəm ki, bunlar eyni köklü sözlərdir. Oldu mu uşaqlar? Yəni, bu qədər bəsit, rahatdır. Nədən yaranması məni maraqlandırmır. Yəni, mənə demir, get bunun nədən yarandığını müəyyən elə. Mənə deyir ki, eyni köklüdür ya yox, bunu mənə müəyyənləşdir, bunu üzə çıxar. Və mən də baxdım bunun kökünə, çünki mən nədən yaranması lazım deyil, digər leksik şəkilçilərlə maraqlanmıram. Mən yalnız baxdım ki, düzəltmədi ya yox, mənası uyğundurmu ya yox. Bunları müəyyənləşdirəndən sonra deyirəm ki, bəli, hər ikisini döymək feili nəzərdə tutulub. Eyni köklü sözlər qrammatik şəkilçilər qəbul edə bilər. Məsələn, döyüşçülərin deyə bilərəm. Sonra döydürmək, baxın, bu özü ilə qrammatik şəkilçi qəbul edib. Yəni, formaca dəyişə bilər. Şərt odur ki, düzəltmə olsun. Sonra qrammatik şəkilçiləri qəbul edə bilər. Problem deyil. Amonim sözlər eyni köklü hesab edilmir. Bu nə deməkdir? Gəlin baxaq. Baxın, burada yaşlı adam yazmışam, bir də yaşlı gözlər yazmışam. Buradakı yaş nə mənasındadır? Sifətdir. Buradakı yaş insanın yaşı mənasındadır, isimdir. İnsan yaşı dolduqca yaşlanır da. Biri yaş ismindən yaranıb yaşlı olub, biri yaş sifətindən yaranıb yaşlı olub. İndi sifət olaraq qalıb. Bunlar bir-birinə münasibətdə amonimdirlər. Ona görə mən bunları eyni köklü deyə bilmərəm. Çünki mənaları fərqlidir. Yaş, insanın yaşı hara, nəm hara. Mənaları fərqli olduğuna görə amonim götürə bilmərik. Bu qədər bəsit. İndi gəlin burada dediklərimi test üzərində tətbiq edək. Diqqətli şəkildə baxaq. Eyni köklü sözlər sırasını müəyyənləşdirin.
Deməli, düzlük, düzgün, düzəl. Aha, baxın, burada mənə şəkilçilər kömək edəcək. Ona görə adlardan isim, sifət, feil və yaxud feildən isim, sifət və yaxud zərf düzəldən şəkilçilərə diqqətli şəkildə fikir verin. İndi nə demək istədiyimi başa salacağım sizə. Baxın, düzlük və düzəl sözü. Lük şəkilçisi nədir? Adlardan isim düzəldən şəkilçidir. Əl şəkilçisi nədir? Deməli, adlardan feil düzəldən şəkilçidir. Buradan bildim ki, bu sifətdir, uşaqlar. Düzlük və düzəl sifətdir. Ammağın, gün, gün şəkilsi harda qeyd edilib? Bu qeyd edilib ki, feillərdən sifət düzəldən şəkilçidir. Deməli, bunun kökü feildir. Burada müəyyənləşdirdim ki, bunlar eyni köklü sözlər deyirlər. Çünki bunların köklərindəki məna fərqlidir. Birində düz, yəni düz mənasında, sifət mənasında, yəni əyri olmayan düz bir yeri bildirir. Birində isə düzməyi bildirir. Yəni düzməkdən düzgün şəklindədir. Birində feildir, birində sifətdir. Alınmadı. Sonra sıxlıq, sıxlaş və sıxıl. Yenə də mən şəkilçilərlə gedəcəm. Siz bilirsiniz ki, sıxlıq, yəni buradakı lıq şəkilsi adlardan isim düzəldən şəkilçidir. İsim düzəldir. Buradakı laş şəkilçisi adlardan feil düzəldən şəkilçidir. Burada da laş şəkilçisi feil düzəldir. Bunlar olacaq sifət. Amma ıl şəkilçisi bilirsiniz ki, feildən feil düzəldən şəkilçidir. Burada oldu feil. Ona görə də deməli, məzmunu qorumadı. Eyni köklü deyil. Sıx, yəni dar hara, sıxmaqdan sıxılmaq ara. Alınmadı. İndi qocalmağa baxaq. Burada baxın, sadə bir söz var. Eyni köklü sözləri tapanda həmin o cərgədə düzəltmə sözlər olmalıdır. Ödəmədi, getdi. Sonra ağrıd, ağrılı və ağar sözü var. Aha, baxın, bunlarda kök fərqlidir. Burada ağdır, bunlarda ağrıdır. Aha, eyni zamanda bunların deməli ağrılarda bunların kökündəki məna da fərqlidir. Ağrımaq burada feildir, buradasa isimdir. Və görürsünüzmü? Elə buna görə də eyni köklü getməyəcək. Ağrımaq hara, ağrı hara. Sonra bağça, bağban, bağımızdakı. Aha, baxın, kökləri eynidir. Bağ ismidir hər birində və onlara leksik şəkilçilər əlavə edilib. Buradan biz bildik ki, eyni köklü sözlər bunlardır. Digər bir testimizə baxaq, daha aydın olacaq. Eyni köklü sözlər cərgəsini müəyyən edin. Baxaq. Soldu, nə etdi? Baxın, sadə söz var. Deməli, bu nədir? Eyni köklü söz olmayacaq. Sınamaqdan sınaq, aha, sınmaqdan sınıq, sınar nədir? Bu oldu sadə söz, alınmadı. Eyni zamanda köklərdə fərqlidir. Biri sınamaqdır, biri sınmaq feilidir. Ümumiyyətlə, götürmək olmayacaq bunu. Düzgün, düzəl, düzün. Aha, yenə eyni şey. Düzməkdən, baxın, feildən sifət yarandı, alınmadı. Çünki gün deməli, feildən sifət düzəldən şəkilçidir. Feillərin üzərinə artırılır. Amma əldir, deməli, bu adların üzərinə artırılır. Sifətdir bu. Bu da feildir. Düzməkdən düzülmək feili düzəlib. Bilirsiniz də, ıl şəkilçisi feillərdən feil yaradan şəkilçidir. Düzələ görə alınmadı. Eyni köklü olmadı. Çünki birində yenə deyirəm, düz, yəni əyri olmayan bir yeri bildirir. Sifətdir. Digərində düzməyi bildirir. Ona görə birində feildir, birində sifətdir. Qorumadı özünü. Baxaq, gözəl uşaqlar, sadə sözdür də. Burada göz ismindən söhbət gedir. Gözləmək, gözlük, tamam. Bu olardı, amma gözələ görə alınmadı. Sancmaqdan sancaq, sancmaqdan sancılmaq, sancmaqdan sancı. Aha, hər birində sancmaq feilidir. Görürsünüzmü? Hər birində eyni mənalı qoruyur. Ona görə cavabım E variantıdır.